Salam əziz şagirdlər və abituriyentlər. Uzun bir müddət sonra yeni bir video ilə qarşınızdayam. Bugün qrammatik cəhətdən cümlə üzvlərlə bağlı olmayan sözlər, xitab və ara sözlərdən danışacağıq. Elə isə başlayaq və də qeydlər götürməyi unutmayın. Nədir bu xitab? Xitab əvvəla bunu qeyd edək ki, cümlədə müraciət olunan şəxsi bildirir və yaxud əşyanı da deyə bilərik ki, yəni onu da bildirə bilər. Əs-suda müraciət bildirir. Daha çox deməli adlıq halda olan isimlər, ismi birləşmələrlə ifadə olunur. Ona görə quruluşca sadə və mürəkkəb ola bilir xitablar. Sadə xitab təbii ki, bir sözlə ifadə olunur. Mürəkkəb xitab söz birləşmələri ilə ifadə olunur. Gəlin bir nümunə yazaq. Məsələn, uşaqlar, bura gəlin. Cümləyə baxın. Bax, bu cümlədə uşaqlar, xitab hansıdır sizcə? Yəni, müraciət bildirən söz. Təbii olaraq uşaqlar sözü. Uşaqlara müraciət edirik də. Və burada xitabımız olacaq quruluşca sadə. Niyə? Çünki bir sözlə ifadə olunub. Yəni, biz sadəliyi daha çox bir söz məsələsi ilə götürməyək də. Yəni, nitq hissəsi ilə ifadə olunanda, burada qeyd edək, nitq hissəsi olur sadə. Yox, söz birləşməsi ilə ifadə olunarsa, bu olacaq mürəkkəb. Təbii ki, söz birləşməsi ilə ifadə olunmada bura frazemlərə aid etmirik də. Təkcə frazem isə bu mürəkkəb sayılmır, sadə sayılır. Buraya ilə frazemi də yazım. Bu frazemi biz elə bir söz kimi götürürük də, dildə hazır ifadədir. İndi onlara nümunə deyəcəm. Uşaqları razılaşdıq ki, bu sadə xitabdır. İndi baxın, məsələn, belə cümlələr düşür. Deyir ki, bunu sintaktik təhlil elə. Uşaqlar da çox vaxt götürür, məsələn, birinci təbii olaraq xəbəri götürür. Gəlin, nə edin? Hara gəlin? Bura gəlin. Uşaqlar da götürürlər mübtəda. Bu böyük səhvdir və kobud səhvdir. Olmaz. Çünki biz ağzımızda nə deyirik? Qrammatik cəhətdən cümlə üzvlərlə bağlı olmayan sözlər, yəni məna cəhətdən bağlıdır. Təbii olaraq uşaqlar sözü burada məna baxımından bu cümlədə bağlılığı var. Gəlin sözü ilə bağlılığı var. Çünki uşaqlara müraciət edirəm. Amma qrammatik cəhətdən o bağlılıq yoxdur. Nə deməkdir? Yəni suala cavab vermir. Suala cavab üstünə nə xətt çəkirəm, bilin ki, vermir deməkdir. Yəni, altından mən hər hansısa bir xətt çəkməyəcəm, ya düz, ya dalğalı. Yəni, cümlə üzvü olmur da, belə yazaq. Cümlə üzvü olmur, belə. Xitablar məzmunca ikinci, formaca üçüncü şəxsdə olur. Bu nə deməkdir? Gəlin baxaq. İki nümunə burada göstərmişəm. Birində deyir ki, ey qoca, nə istəyirsən? Baxın, burada xitab hansıdır? Qoca sözdür, düz deyil. Ey burada təbii ki, çağırış nidasıdır. Burada nidanın onun quruluşuna təsiri yoxdur. Çünki köməkçi nitq hissəsidir. Biz xatırlayın söz birləşmələrindən keçəndə nə deyirdik? Əgər orada köməkçi nitq hissəsi varsa, bu onun quruluşuna təsir etmir. İndi baxın, qoca sözü ilə ifadə olunubsa, bu necə xitab olacaq quruluşca? Sadə, bir dənə sözdən ibarətdir də. Eyin burada heç bir rolu yoxdur. Bu belə. İkinci, odlar yurdu. Çox yaşa. Burada da müraciət hara olunur? Odlar yurduna. Odlar yurdu xitabım olur, amma necə xitab olur? Mürəkkəb xitab. Çünki söz birləşməsidir. Odlar yurdu neçənci növdür? İkinci növ. Təyini söz birləşməsidir. Bu belə. Yəni desə, xitabın ifadə vasitəsinədir. Deyəsən ki, ikinci növ təyini söz birləşməsi və mürəkkəb xitabdır. İndi cümləni təhlil edək. Yaşa, nə et? Nə qədər? Çox yaşa. Odlar yurdu. Day bunu mübtəda götürməyəcək. Uşaqlar, xitabdır, cümlə üzvü olmur. Sonra, istəyirsən, nə istəyirsən? Burada bu nə sual əvəzidir. Suala cavab verməyəcək. Olacaq tamamlıq. Niyə tamamlıq? Çünki buna başımızdan sual veririk həm də. Nə istəyirsən də deyə bilirik də. Ona görə olur tamamlıq. Özdə vasitəsiz tamamlıq, qeyri-müəyyən, vasitəsiz tamamlıq. Uşaqlar, bir də burada xatırlatmaq istəyirəm ey sözünü. Normalda, məsələn, o biri nidalar olsa, yəni o biri çağırış nidalarına, məsələn, ay nidasını qoysam xitabla. Burada xitabdan sonra vergül qoyacam. Amma
Amma ey çağırış nidasında məsələ biraz fərqlidir. İntonasiyaya görə xitabdan sonra da çağırış nidasından eydən sonra da vergül qoya bilərik. Mən sizə bir şey deyim. Xitab ümumiyyətlə digər sözlərdən vergüllə ayrılır. Əgər əvvəldə gəlirsə özündən sonra, ortada gəlirsə hər iki tərəfində, sonda gəlirsə özündən qabaq vergül işarəsini qoyacağıq. İndi baxın. Deyir ki, ey qoca, nə istəyirsən? Burada qocadan sonra qoydum. Amma belə də ola bilərdi. Baxın, deyə bilərdi ki, məsələn, burada qocanı silərdim. Dəqiqə. Oy. Aha, qocanı buradan silək. Buradan, məsələn, virgülü buradan qoyaq. Ey, qoca, nə istəyirsən? Burada artıq xitabdan qabaq vergül qoyacaqdım. Bu da təbii olaraq çağırış nidasının tələbinə görə. Çünki bilirsiniz də, nidalar da sözlərdən vergüllə ayrılır. Amma təbii ki, quruluşa təsir etmir. Yəni, bu sadə xitab sayılır. Bu məzmunca iki formaca üçüncü şəxsdə olmaq nə deməkdir? Bunu sizə izah edeyim. Məsələn, deyirəm ki, Zəhra, səni çağırırlar. Baxın, burada xitab hansı söz olur uşaqlar? Təbii olaraq Zəhra olur, düz deyil, müraciət bildirir. İndi fikir verin. Əgər, baxın, Zəhradan sonra vergül qoyuramsa, mən burada artıq xitab kimi işlədirəm də bunu, bu deməkdir. Xitab dediyi axı, cümlə üzvü olmuş. Mən indi Zəhra haqqında danışırım da, yəni Zəhranın adını çəkirəm. Düz deyil. Zəhranın adını çəkirəmsə, bu formaca. Formaca nə deməkdir? Yəni, bu yazılış cəhətdən Zəhra üçüncü şəxsdədir, uşaqlar. Yazı cəhətdə. Mən bura ad yazıram. Mən bura, məsələn, kimin adını yazsam, bu üçüncü şəxs sayılır forma cəhətdən. Ora yazdığım yazı baxımından. Amma məzmunca ikinci şəxs o deməkdir ki, ikinci şəxs. Mən artıq burada Zəhraya müraciət edirəm. Zəhra mənim qarşımdadır. Qarşı tərəfimdə olan insandır və mən ondan danışıram. Deyirəm ki, məsələn, Zəhra, səni çağırırlar. Məzmunca ikincidir, yəni qarşı tərəfimdir. Qarşı tərəflə danışanda deyirik ki, bu ikinci şəxsdir də, danışdığımız adam. Yəni sən, ikinci şəxs səndə axı. Yəni məzmunca deyirik, Zəhra ikinci şəxsdir, amma formaca üçüncü şəxs. Yəni xitab məzmunca iki, formaca üçüncü şəxsdir deməyi bu deməkdir. Yəni onun izahı budur. Ümid edirəm ki, məni anlaya bildiniz. Amma bəzən belə cümlə verirlər. Məsələn, deyir ki, sən gələsən, məsələn, ya da sən gəlirsən və yaxud belə cümlə verər, bir dəqiqə. Deyir, ey, sən gəl, aqil, məsələn. Və belə cümlə verirlər, çaşdırırlar abituriyenti, şagirdi ki, məsələn, tapa bilmir o da xitab hansıdır, amma çox sadədir. Gəlin baxaq. Və birinci cümlədə uşaqlar deyir, sən gəlirsən. Burada heç bir xitab yoxdur. Yəni vergül onlar qoyar, çaşdırmaq üçün qoyar, amma səhv qoymuşlar. Yəni burada xitablıq bir şey yoxdur. Sənə müraciət etmirəm ki, yəni belə deyim də, şəxs əvəzliyi, mən, sən, o, biz, siz, onlar bu müraciət bilir. Aha. İndi ikinci cümləyə baxaq. Yəni burada yoxdur. Ey, sən gəl, aqil. Burada xitab hansıdır? Təbii olaraq aqildir. Görürsünüz, sonda gəlib özündən qabaq vergül qoymuşuq. Uşaqlar, ey burada nidadır. Bunun xitaba dəxli yoxdur. Səndəki şəxs əvəzliyidir. Yəni, bu da müraciət bildirmir. Yəni, sən gəl deyəndə düşünməyin, sən orada müraciət bildirir. Xitabdır. Qətiyyən şəxs əvəzliklərin biz xitab mövqeyində götürmürük. Xitabla bağlı bir də belə bir məqam deyə bilərəm ki, uşaqlar. Cümlənin əvvəlində gələndə normal intonasiya ilə deyilirsə, özündən sonra vergül qoyulur. Amma böyük bir hissə həyəcanla deyilərsə, nida işarəsi qoyulacaq. Məsələn, deyir ki, əziz vətən, bax. Məsələn, belə yazar, tutaq ki, sonra nida qoyar. Səni qorumaq, misal üçün, borcumuzdur. Baxın. Fikir verin. Bax, burada əziz vətən xitabdır uşaqlar. Nə olsun vergül qoymayıb? Burada hiss-həyəcan bildirir, ona görə nida qoyub. Və uşaqlar, bəzən neyinir?
Yəni çünki burada müraciət bildirir də, ona görə biz xitab götürürük və bəzən bunu testdə bu şəkildə verir. Baxın. Bunu buradan silir. Deyir ki, indi burada belə bir boşluq qoyur. Deyir bu boşluqda hansı durğu işarəsi olmalıdır? Sən də düşünürsən ki, o dəqiqə vergül qoyacağam. Niyə? Çünki xitabdır. Xeyr, mənim əzizlərim. Əgər böyüklə yazılan hərf görürüksə müraciətdən sonra, yəni xitabdan sonra, biz o xitabdan sonra vergül yox, nə qoyacağıq uşaqlar? Təbii olaraq nida işarəsini qoyacağıq. Əgər özündən sonra gələn hərf böyükdən yazılıbsa. Yəni intonasiyaya görə özündən sonra gələn durğu işarəsi dəyişə bilər. Məsələn, deyə bilər ki, məsələn, deyir, kimdir o uşaqlar? Misal üçün belə bir cümlə verir. Kimdir o uşaqlar? İndi baxın. Axı dedik, xitab cümlənin sonunda gələndə özündən qabaq vergül qoyuruq. Bu normal intonasiyadır deyə vergülümü qoyuram. Amma bu cümlə necə cümlədir? Sual cümləsidir. Sonda sualı qoymalıyam. Yəni məqsəd intonasiyaya görə sual cümləsidir. Xitabdan ən önəmli məqamlar bunlardır uşaqlar. İndi keçək ara sözə. Uşaqlar, ara sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Sintaksin vahiddə ümumiyyətlə ara sözdür, xitabdır. Bunlar sintaksisdə keçilir. Biz morfologiyada nitq hissələrini keçirik. Sintaksisdə də bax bu sözləri keçirik. Ara sözü sintaksisdə keçirik. Ara sözün ifadə vasitəsi yadınızda saxlayın. Modal sözdür. Və belə bir cümlə deyim sizə, xüsusilə yadınızda saxlayın. Bütün ara sözlər, uşaqlar, bütün ara sözlər modal söz deyil. Amma bütün modal sözlər ara sözdür. Ona görə bunu bu düsturdan yadda saxlayın. Ara söz böyüdür modal sözdən. Aydındır. Hətta mən bunu riyaziyyatdan belə eləyim də. Məncə bu işarə olmalıdır. Bu bilirsiniz nə deməkdir? Modal söz ara sözə bərabərdir, amma ara söz ondan daha çoxdur, daha böyüdür. Böyüdür, bərabərdir. Belə başa düşün. Yəni, bütün qısa yazıram. Deməli, bütün modal sözlər, modal söz, ara sözdür. Aha, xəttim biraz pis oldu, üzülürsən. Amma bütün ara sözlər modal söz deyil. Yəni, burada özümdə deyirəm ki, dəftərinizə qeyd eləyəsiniz mütləq. Ara sözdə öyrənməli olduğumuz məqam nədir? Əvvəla təbii ki, ara sözü qəşəng başa düşmək üçün gedin, modal sözü qəşəng bir təkrar edin. Bununla bağlı bir videomuz var, video izahımız. Oradan da təkrar edə bilərsiniz. Aha, ara sözlər uşaqlar, modal söz kimi danışan ifadə etdiyi fikrə münasibət bildirir. Formasına görə 3 formada olur. Söz forması, söz birləşməsi forması, bir də cümlə forması uşaqlar. 3 formada olur yəni, bunu bilək. İndi bir neçə nümunə deyəcəm. Amma təbii ki, ara sözlər siz özünüz əzbərləməlisiniz qəşəng. Misal üçün, deyirəm ki, güman şübhə bildirən. Xatırlasaq ara sözləri. Eyni ilə modal söz xatırlayırıq da. Güman şübhə bildirən modal sözlər hansı idi? Bəlkə, bəlkə də, deyəsən, görünür, güman ki, olmaya, olsun ki və yaxud ehtimal ki, nə bilim, ola bilsin, gərək ki. Bunlar nə idi? Bunlar modal söz idi. Eyni hamısı ara sözdə hesab olunur. Bunların içindən, məsələn, bəlkə söz formasında olandı. Aydındır. Cümlə formasında olan, məsələn, olmaya sözüdür. Niyə bunu cümlə formasında götürdük? Onu izah edeyim. Uşaqlar, olmayanı mən əsas nitq hissəsi kimi işlətsəm necə işlədərəm? Amma belə deyərəm də. Deyirəm ki, kaş bir çoxlarımızın arzusu. Məsələn, dərs yazmayaq da, dərs pis olur. Bir dəqiqə. Kaş imtahan olmaya. Baxın. Bax, olmaya. Bu nə olur? Arzu şəkli olur da. Bu cümlədir də uşaqlar. Olmaya. Olmayanı tək başında işlətsən yenə cümlə olur. Elə bunu sil, misal üçün imtahanı sil. Və yaxud deyirəm ki, məsələn, olmaya. Bu nədir öz tək başına? Cümlədir. Çünki bitkinlik var burada. İndi mən bunu siləndə uşaqlar deməli.
mən bunu, yəni ara söz kimi istifadə eləsəm, bu cümlə formasında olan ara söz olacaq. Çünki bitkinlik var özündə, canında. Və yaxud məsələn deyəsən sözü, bu da cümlə kimidir. O dəqiqə əsas nitq hissəsi kimi işlədim. Bunu ona deyəsən, aydındır. Orada cümlə olur. Deməli, cümlə formasında olan ara sözdür. Amma mən bunu ara söz kimi belə işlədirəm. Baxın, deyəsən, məsələn, o gəlməyib. Görürsünüz, deyəsən, dəqiq bilmir də, deyəsən, güman eləyir. Aha. Sonra, məsələn, təsdiq bildirənlər var. Əlbəttə, əlbəttə ki, sözsüz ki, şübhəsiz ki, şəksiz ki, doğrudur, düzdür və yaxud həqiqətən, düzü, misal üçün, yəni bunları deyə bilərik. Amma uşaqlar, məsələn, bunun içindən söz birləşməsi formasında olan, məsələn, sözün düzü. Məsələn, belə deyim də sizə, söz birləşməsi formasında olan modal sözə biz rast gəlmirik də, əsasən. Amma söz birləşməsi formasında olan ara sözümüz var. Sözün düzü uşaqlar modal söz deyil. Bəs niyə dedim? Bütün modal sözlər ara sözdür, bütün ara sözlər modal söz deyil. Bax, bu ara sözdür, amma modal söz deyil. Sözün düzü deyə bir modal söz biz keçmədik sizlə. Bu artıq olur ara söz, söz birləşməsi formasında. Çünki mən bunu cümlədə işlətsəm, bəzən belə verirlər. Bax, deyir ki, sözün düzü, misal üçün, acı olar. Verir bunu, qəsdən də durğu işarəsini vermir. Deyir, tap görün burada, məsələn, hansı cümlədir ki, iki formada düşünmək olar. Avtomatik bunu götürürsən. Niyə? Sən buna virgül qoysan, sözün düzü acı olar, məsələn. Sən bunu şey kimi düşünərsən, ara söz kimi. Axı, virgül qoyursan, sözün düzü, yəni elə bir təsdiqləyir də, başa düşdün. Əvvəl bir fikir gəlir, sonra bunu sözün düzü acı olar cümləsi ilə təsdiqləyir. Bir də belə ola bilər, baxın. Bunu verməz, sözün düzü acı olar. Sözün düzü olar, nə? Artıq söz birləşməsi konkretdir bu və söz birləşməsinin tərəfləri bir tərəfi isimlə ifadə olunub, bir tərəfi də düz sifəti ilə ifadə olunub. Yəni, bu olur üçüncü nöqtənin söz birləşməsi. Aydındır, bu formada olur. Yəni, cümlə üzvü də olur hətta, mübtəda olur. Amma sözün düzündən sonra virgül qoysun, mübtəda olmur. O olur, təbii ki, ara söz. Aha. Yəni, söz birləşmə cümlə formasında olmaq bu deməkdir. Və yaxud məsələn, deyir ki, bunları silim, məsələn, buraya yazım. Demək olar ki, sözü var. Demək olar ki, nə bildirir? Güman şübhə bildirir də, dəqiqlik yoxdur. Düz deyil. Dəqiqlik yoxdur, özdə gör neçə sözdür. Demək olar ki, deməli nəyə gedəcək? Söz birləşməsi formasında olana gedəcək. Və yaxud, məsələn, fikrin mənbəyini bildirənlər. Nə idi biz modal sözdə keçəndə? Məncə, sizcə, mənə görə, deyilənə görə. Mənə görə təbii ki, modal sözdə yox idi. Mənə görə ara sözdə var. Biz fikrin mənbəyi modal sözdə keçəndə deyirdik məncə, səncə, bizcə, zənnimizcə, fikrimizcə. Əsasən bunlar idi. Amma desəm mənə görə, artıq mənə görə nədir uşaqlar? Fikrin mənbəyini bildirir. Amma bu modal söz deyil. Aha, nədir? Ara söz. Və yaxud, məsələn, siz bilən, mən bilən, nə bilim, atalar demişkən. Görürsünüz, iki söz var burada. Atalar demişkən, təbii ki, fikrin mənbəyidir. Niyə? Yəni, ataların fikrinə əsaslanır da. Sonra nəticə bildirənlər var. Nəticə sıra bildirənlər bir yerdədir, uşaqlar ara sözdə. Amma modal sözdə nəticə sıra bildirənlər ayrı götürülürdü. Nəticə bildirən, təbii ki, nəhayət, misal üçün, nəhayət nədir? Nəticə bildirən, həmçinin modal sözdür. İndi məsələn, cümlədə desək ki, nəhayət, məsələn, qalib olduq, misal üçün. Bax, burada nəhayət ara söz. Deyəcək, ara sözün ifadə vasitəsini tap. Ara sözün ifadə vasitəsi nədir? Modal söz. Qutardı, aydındır. Belə deyəsən. Məsələn, sözün düzü bunu bilmirdim. Əgər bu formada desəm, deyəcək ifadə vasitəsini tap. Sən deməyəsən sözün düzü ara sözdür. Çünki belə bir, üzr istəyirəm, deməyəsən sözün düzü modal sözdür. Çünki belə bir modal sözün yoxdur sənin. Sözün düzü mən bunu bilmirdim. Ara söz var, bəli, amma ifadə vasitəsinə sən modal söz deməyəsən. Yəni, təyini birləşmə deyərsən, üçüncü nöqtəyini söz birləşməsi, amma modal söz deyə bilməzsən. Elə modal sözün yoxdur sənin. Bu belə. Sonra və yaxud məsələn təəssüf ki, əfsus ki, bu bilirsiniz ki, təəssüf bildirəndir. Əvvəla, birincisi, ikincisi bunlar sıra bildirir.
ümumən, ümumiyyətlə nəticə bildirir. Görünür, olmaya, bunlar da güman, şübhə bildirir. Təbii ki, bunları əzbərləməlisiniz. Yəni modal sözü bilirsinizsə çətin olmayacaq əzbərləmək. Eyni ilə uşaqlar ara sözdə də eyni şəkildə. Necə modal sözdə biz onu sözlərdən ayırmaq üçün bu vergüldən istifadə edirdik. Eyni ilə ara sözdə də. Əvvəldə gələndə özündən sonra, ortada gələndə hər iki tərəfdə, sonda gələndə də özündən əvvəl vergül işarəsi qoyulur. Xitabda da belədir, ara sözdə də belədir, modal sözlərdə də belədir, nidada da belədir eyni ilə. Yəni uşaqlar, biz sintaksisdə keçdiyimizə görə ara sözü, onun ara sözü olması sintaktik vəzifəsidir. Məsələn, mübtəda necə sintaktik vəzifədir? Xəbər olma və yaxud təyin olma sintaktik vəzifədir. Eyni ilə xitab olmaqda, ara söz olmaqda sintaktik vəzifə hesab olunur. Yəni sintaktik vəzifə deyəndə elə düşünməyin, mütləq cümlə üzvü olmalıdır. Xeyr. Ara sözdə, xitabda necə biz sintaksis bölməsində öyrəndik, bunlar sintaktik vəzifə hesab olunur. Bir şey də deyim uşaqlar sizə ara sözlə bağlı. Məsələn, bax, buradan nümunəni deyəcəm. Deyirəm ki, məsələn, bayaq sözün düzü dedik də və yaxud məsələn deyirəm ki, mənim fikrimcə, baxın, bu düz deyil, baxın. Bax, bu uşaqlar, təhlil eləyək, düz deyil bir yerdə gedəcək. Nə bu? Mənim fikrimcə də ara sözdür uşaqlar. İfadə vasitəsi olur üçüncü nöqtəyinin söz birləşməsi. Və uşaqlar, təkcə fikrimcə versəydi, təbii olaraq bunu götürərdik. Nə? Götürərdik modal söz, ifadə vasitəsi olaraq. Uşaqlar, bax, dedik ki, eyni ilə bayaq qrammatik cəhətdən cümlə üzvlərlə bağlı olmayan sözlər nələrdir? Xitab ara sözlər. Bax, bu da cümlə üzvü olmayacaq qəti surətdə. Aydındır, ara sözdür. Yəni, qrammatik cəhətdən bu cümlə ilə bunun bağlılığı yoxdur. Altından xətt falan çəkmək yoxdur. Amma uşaqlar, yəni, məsələn, bu düz deyil, mübtəda xəbərdir. Hansı əlaqə var? Uzlaşma əlaqəsi var, düz deyil. Mənim fikrimcəni ayrıca verər. Digər, ümumiyyətlə, bu birləşmənin, yəni bu ara sözün tərəfləri arasında hansı əlaqə var? Deyərsiniz ki, uzlaşma və idarə. Niyə? Axı, bu üçüncü növdür uşaqlar. Üçüncü növün tərəfləri arasında uzlaşma və idarə əlaqəsi olur. Bu uzlaşmadır, bu idarədir. Amma desə, mənim fikrimcə ilə, nə bilim, bunun arasında ya da düz deyilin arasında hansı əlaqə var, deyəsiniz, yoxdur. Cümlə üzvü olaraq heç bir əlaqəyə sahib deyil. Uşaqlar, xitab ara sözlərdən bu qədər. Ümid edirəm sizin üçün faydalı oldu. Nəsə bir sualınız, qaranlıq qalan məqamlar olarsa, şərh bölməsində mütləq qeyd edin, mən sizə geri dönüş edəcəyəm. Hələlik.